Nun və ya Əl-Qələm. Qələm surəsi Məkkədə nazil olmuşdur. 52 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Nun vəl-qələmi və mə yəsturun. Nun. Bu Allah və onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır. And olsun qələmlərin üzərində yazdığı nurlu lövh-ü məhfuza və qələmin batırılaraq yazdığı mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə, lövh-ü məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə və qələmlə yazılanlara, elmlər və lövh-ü məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salihlərin əməl dəftərlərində yazılan gözəl əməllərə, qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki, Mə əntə bi-ni'məti rabbikə biməcnun. Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən. Və innə ləkə ləəcrən qayrə məmnun. Şübhəsiz, sənin üçün dünyada və axirətdə minnətsiz və sonsuz bir mükafat vardır. Və innəkə ləalə xuluqin azim. Həqiqətən sən bütün insani əxlaq fəzilətlərinin cəm olduğu böyük bir əxlaqa maliksən. Fəsətubsiru və yubsirun. Tezliklə sən də görəcəksən və onlar da görəcəklər ki, Bi-əyyikumul məftun. Sizdən hansı biri, sən ya düşmənlərin dəliliyə düçar olub. İnnə rabbəkə huvə a'ləmu bimən dallə an səbilihi və huvə a'ləmu bil-muhtədin. Həqiqətən Rəbbin özü, onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir. Fələ tuta'il mükəzzibin. Elə isə səni və Allahın ayələrini təksib edənlərə itaət etmə. Vəddu ləv tudhinu fəyudhinun. Çünki onlar çox istəyirlər ki, sən yumşaqlıq göstərəsən və sazişə girəsən, onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər. وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ. Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə. هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ. Çox eyb axtarana, pis danışana və söz gəzdirənə. مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ. Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara. عُتُلٍّ بَعْدَ ذَلِكَ زَنِيمٍ. Və bundan, bütün bu çirkin sifətlərdən savayı, kobuda, daş ürəkliyə və əsli kökü bilinməyənə,
أن كان ذا مال وبنين Bu günahları ona görə edir ki, mal, dövlət və oğullar sahibidir. إذا تتلى عليه آياتنا قال أساطير الأولين Bizim ayələrimiz ona oxunduğu zaman deyər, bunlar keçmişdəkilərin əfsanələridir. سنسمه على الخرطوم Biz tezliklə onun burnuna zillət dağı basacağıq. إنا بلوناهم كما بلونا أصحاب الجنة إذ أقسموا ليصرمنها مصبحين Biz vaxtilə Yəməndə, Səna yaxınlığındakı o bağ sahiblərini imtihana çəkdiyimiz kimi, bunları da, Məkkə əhlini də imtihana çəkdik. O vaxt onlar, səhər çağı onun meyvələrini mütləq dərəcəklərini and içmişdilər. ولا يستثنون Halbuki, öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi istisna etmirdilər və inşallah, əgər Allah istəsə demirdilər. فطاف عليها طائف من ربك وهم نائمون Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü. فأصبحت كالصريم Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü. فتنادوا مصبحين Səhər çağı, onlar bir-birlərini belə səslədilər. أن اغدوا على حرثكم إن كنتم صارمين Əgər meyvə yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın. فانطلقوا وهم يتخافتون Beləliklə, bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. Onlar deyirdilər, ألا يدخلنها اليوم عليكم مسكين məbada bugün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin. وغدوا على حرد قادرين Onlar səhər erkən fəqirləri məhrum etmək məqsədi ilə getdilər. فلما رأوها قالوا إنا لضالون O bağı gördükdə dedilər, yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq. بل نحن محرومون Nəinki yalnız haqqın yolundan azmışıq, hətta əslində biz haqqın nemətindən və öz əkdiyimizdən də məhrum olmuşuq. قال أوسطهم ألم أقل لكم لولا تسبحون Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi, məyər sizə demədimmi ki, niyə Allahı hər hansı bir nöqsandan və eybdən pak və uzaq bilmirsiniz? Allaha qarşı çıxmağı qərarı almaqla, əməli surətdə onu aciz hesab etmiş olursunuz. قالوا سبحان ربنا إنا كنا ظالمين Dedilər, Rəbbimiz pakdır, həqiqətən biz zalım idik. فأقبل بعضهم على بعض يتلاومون Sonra bir-birlərinə üst tutaraq danlamağa başladılar. قالوا يا ويلنا إنا كنا
كنا طاغين Dedilər, vay halımıza, şübhəsiz biz tüğyan edən idik. عسى ربنا أن يبدلنا خيرا منها إنا إلى ربنا راغبون. Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var. كذلك العذاب ولعذاب الآخرة أكبر لو كانوا يعلمون. Bizim dünyadakı əzabımız belədir. Əlbəttə, axirət əzabı daha böyükdür. Kaş biləydilər. إن للمتقين عند ربهم جنات النعيم. Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli cənnətlər vardır. أفنجعل المسلمين كالمجرمين. Belə isə, məyər biz təslim olanları axirət mükafatı baxımından günahkarlarla bərabər tutarıqmı? ما لكم كيف تحكمون. Sizə nə olub? Necə hökm edirsiniz? أم لكم كتاب فيه تدرسون. Yoxsa sizin elə bir səmavi kitabınız var ki, orada oxuyursunuz ki, إن لكم فيه لما تخيرون. o aləmdə bəyənib seçdiyiniz hər şey sizin üçündür. أم لكم أيمان علينا بالغة إلى يوم القيامة إن لكم لما تحكمون. Ya bəlkə qiyamət gününə dək sizin bizimlə möhkəm əhd peymanınız vardır ki, cənnət və axirət nemətlərindən hər nəyə hökm etsəniz sizin olacaqdır. سلهم أيهم بذلك زعيم. Onlardan soruş ki, hansı biri buna, bu iddiaya zamindir? أم لهم شركاء فليأتوا بشركائهم إن كانوا صادقين. Ya bəlkə şərikləri vardır. Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var. Belə isə, şəriklərini gətirsinlər, əgər düz danışandılarsa. يوم يكشف عن ساق ويدعون إلى السجود فلا يستطيعون. Yada sal, o gün ki, işləri olduqca çətinə düşər və məzəmmətlə səcdə etməyə dəvət olunarlar. Lakin səcdə edə bilməzlər. Çünki dünyadakı təkəbbür sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar. خاشعة أبصارهم ترهقهم ذلة وقد كانوا يدعون إلى السجود وهم سالمون. Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar dünyada sağlam olduqları halda Allaha səcdə etməyə dəvət olunurdular. فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون. Belə isə bu kəlamı, Qur'anı təksib edənləri mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən tədriclə əbədi əzaba və bədbəxtliyə tərəf yaxınlaşdıracağıq. وأملي لهم إن كيدي متين. Və mən onlara möhlət verirəm ki, günahları və bədbəxtlikləri
ən son həddə yetişsin və həqiqətən mənim məkrim və tədbirim möhkəm və sabitdir. أم تسألهم أجرا فهم من مغرم مثقلون Məyər onlardan öz risalətin müqabilində bir muzd mu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar? أم عندهم الغيب فهم يكتبون Ya bəlkə qeyb, lövh-i məhvuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri onların yanındadır. Ona əsasən yazırlar. Öz şirk və pozğunluqları üçün dəlil-sübut gətirirlər və sənə ehtiyacları qalmır. فاصبر لحكم ربك ولا تكن كصاحب الحوت إذ نادى وهو مكظوم Belə isə, Rəbbinin hökmünə səbr et, onların məhvinə tələsmə və balıq sahibi Yunus kimi olma. O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə balığın qarnında Allahı səslədi. لولا أن تداركه نعمة من ربه لنبذ بالعراء وهو مذموم Əgər Rəbbi tərəfindən bir nemət, tövbənin qəbulu və mənəvi vilayət ona yetişməsəydi, həqiqətən balığın qarnından məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı. Lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı. فاجتباه ربه فجعله من الصالحين Beləliklə, Rəbbi yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə onu seçdi və salihlərdən etdi. وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونَ Həqiqətən kafir olanlar bu zikri, Qur'anı eşidən zaman az qalırdı səni gözlərinin nəhsliyi ilə titrətsinlər və Qur'anı dərk etməkdən aciz olduqlarına görə onu gətirənin barəsində deyirlər. Həqiqətən o bir divanədir. وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ Halbuki bu Peyğəmbər və bu Qur'an aləmlərə öyüd nəsihət vasitəsindən başqa bir şey deyildir.